Dövləti mükafat Azərbaycanda regionların sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə təqdim olunur. Sinerji Qrup. Azərbaycanın ən iri yerli investisiya şirkətlərindən biri olan Sinerji Qrup Açıq Səhmdar Cəmiyyəti 2010-cu ildə təsis olunub. Davamlı gələcəyə doğru addımlayan Sinerji Qrup sənaye, tikinti, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, otelçilik, təhsil sahələri üzrə 28 şirkətdən ibarətdir. Qrupa daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşir. Bu isə regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir. Sinerji Qrup inşaat sənayesində Qafqazın innovativ lideri olan AAC şirkətinin təsisçisidir. Siyəzəndə üzümlüklər və Caspian Coast Winery and Wine Yards şərab zavodu, Şəmkir rayonunda Holland qızılgül sortlarını yetişdirən Az Argo istixanaları, Westgate alış-veriş cərgəsi, Excelsior Hotel Şəmkir, Zəka Gənclər Mərkəzi, Şəmkir Şəhər Parkı kimi layihələri ilə regionların sosial-iqtisadi inkişafına töhfə verməkdədir. Bu ilin sonunda Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının açılışı gözlənilir. Səhnəyə Sinerji Qrup Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi cənab Elşad Nuriyev dəvət olunur. Bu mükafata görə minnətdarlığımızı bildirirəm. Sinerji Qrup eyni zamanda korporativ sosial məsuliyyəti hiss edərək sosial layihələrə dəstək verir və bunlardan bir neçəsini xüsusi olaraq qeyd etmək istərdim. Bu yaxınlarda mərhum Qrasmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkir Beynəlxalq Şahmat turniri keçirildi. Bundan başqa bildiyiniz kimi bu yaxınlarda Tur de Azərbaycan velosiped turniri keçirildi. Bu turnir Azərbaycanın 8 bölgəsində başladı və Bakıda yekunlaşdı. Evrosport birbaşa olaraq bu tədbiri yayımladı və Azərbaycanın regionlarını bir daha tanıtdı. Və eyni zamanda biz Parlaq Zəka Rusiyanın Umniki verilişinin lisenziyası ilə intellektual tədbirə dəstək oluruq. Sinerji Qrup Azərbaycan demək olar ki, bütün bölgələrini əhatə edir və regionların sosial-iqtisadi inkişafına hər zaman dəstək olur. Çox sağ olun. Təbrik edirik. Təbrik edirik. Sinerji Qrup üçün alqışlar. Hal-hazırda onu da qeyd eləyək ki, masalarda gördüyünüz qızıl güllər məhz S Buket şirkətinə məxsusdur. Bir daha təşəkkür edirik.